Onlar bunu fikirləşmirlər ki, mən artıq uşağımı xaricə yollamaq istəyirəmsə, mən 10-cu, 11-ci sinifdən bu ilə hazırlaşmalıyam və buna yalnız akademik bacarıqları verməli deyiləm. Mən buna insan bacarıqları verməliyəm. Axırıncı 20 il ərzində Azərbaycanda belə bir tendensiya əmələ gəldi ki, azərbaycanlılar öz uşaqlarını xarici universitetlərə yollamaq istəyirlər ki, onlar xaricdə oxusunlar və əvvəllər yalnız magistratura yollayırdılarsa oxumağa, indi artıq axırıncı 5, 7 ya da 8 il ərzində, hətta pandemiyadan sonra bu tendensiyalar gücləndi. Valideynlər öz uşaqlarını bakalavratura, xarici ölkələrə, çoxsu olaraq Avropaya, Asiyaya və eyni zamanda Amerikaya yönləndirməyə çalışırlar. Və bu axırıncı illərdə çox adamlar mənə yaxınlaşırlar, məsləhət alırlar ki, öz uşağımızı hansı universitetə yollayaq, hansı proqrama yollayaq, hansı sahəyə yollayaq. Və burada böyük bir məsələn paradoks və dilema yaranır ki, burada nə məsləhət verəsən? Birincisi olaraq ən böyük problem burada valideynlərin uşaqlarının yerinə qərar verməkdir. Çoxsu olaraq valideynlər istəyirlər ki, bu da təbii prosesdir ki, valideynlər istəyirlər ki, uşaqları gələcəkdə yaxşı karyera qursunlar, yaxşı işdə işləsinlər, bəlkə də o ölkədə qalsınlar. Amma eyni zamanda çox təəssüflər olsun ki, uşaqlar özləri, tələbələr özləri bilmirlər nə istəyirlər. Və valideynlərin sözü ilə, valideynlərin dediyi ilə başlayırlar gedirlər xaricdə oxumağa və 4 ildən sonra, 6 ildən sonra başa düşürlər ki, bu onların peşəsi deyil. Bu onların peşəsi deyil ki, bunlar həmişə oxumaq istəyiblər. Və burada bir paradoks yaranır, dilema yaranır ki, yaxşı bəs onda mən nə üçün 4 il oxumuşam və nə üçün 6 il oxumuşam və s. və s. Və mənlə bir danışanda, valideynlər ya da ki, uşaqlarla danışanda biz birincisi olaraq çalışıram ki, onlarla başa salam ki, dostlar, gələcəyi siz nədə görürsünüz? Gələcəyi siz harda görürsünüz? Bizdə Azərbaycanda axırıncı bir 20 il, 30 il ərzində təhsil hansısa bir fetişə döndü. Fetiş də elə bir gözmuncuğudur. Yəni ki, hamı da təhsil olmalıdır, yaxşı olar ki, xaricdə olsun və s. və s. Və uşaq 17 yaşdan sonra 11-ci sinif qurtarar ya da 11-ci sinif qurtarandan sonra 17-18 yaşda dərhal biz yollayırıq xarici universitetə oxumağa, heç bir hazırlığı olmayan. Və çoxsu olaraq ən böyük problem ondan ibarətdir ki, axırıncı 10-cu, 11-ci sinif uşaqlar bəlkə də məktəbə getmirlər. Çoxsu olaraq testə hazırlaşırlar. Xaricə gedirlərsə SAT-dir, IELTS-dir və s. və s. Azərbaycanın universitetlərinə hazırlaşırlarsa, çoxsu olaraq gedirlər DİMİN imtahanına hazırlaşırlar və məktəbə getmirlər. Və bu axırıncı 2 il ərzində əsas uşaqlarda o bacarıqlar hansı ki, yaranmalı idi, danışıq bacarıqları, prezentasiya bacarıqları, insanla ünsiyyət qurmaq bacarığı və s. bu inkişaf olunmur. Və axırıncı 2 il ərzində uşaq yəni tələbə, yeniyetmə yalnız bir şeyi başa düşür ya da bir şeylə üstünə gedir ki, mən necə testi verim. İstəyir SAT testi olsun, istəyir IELTS olsun, istəyir TOEFL olsun, istəyir DİMİN testi. Amma bu 2 il ərzində çox bir vacib bir prosesdir. Bu 2 il ərzində uşaq böyüməlidir. Bizdə böyümür. Və gəlir 11-ci sinifi qurtarır, ola bilsin ki, yaxşı da ballar toplayır, IELTS-la da toplayır, SAT-la da toplayır və gəlir deyir ki, biz xarici universitetə getmiş və girirlər xarici universitetə. Universitetlərin də sayı çoxdur. Bugün rahat siz Macarıstan universitetlərinə girə bilərsiniz, Polşa universitetlərinə girə bilərsiniz, Çexiyadır, Fransa, Almaniya biraz öz dillərini tələb edirlər. Amma bugün Azərbaycanda belə baxanda 5-5 IELTS-la çox aşağı ballarla orta babat universitetə, istəyir Türkiyəyə, istəyir Avropaya rahat gedə bilərsiniz. Və burada nə problem yaranır? Çoxsu olaraq bu uşaqlar ki, bu universitetlərə girirlər, onlar hazır deyillər. Hazır deyillər o mənada ki, yox ki, bilik tərəfindən hazır deyillər. Onlar yaşam tərzindən hazır deyillər. Onları axırıncı 2 il ərzində, ya 3 il ərzində valideyn yetişdirib, onları valideyn harasa yollayıb, onları valideyn onlarla işləyib və insan olaraq onlar hansısa bir ingilis dilində ki, bubble, hansısa bir ətrafda, belə mühitdə böyüyürlər ki, heç bir problem olmur. Və hansısa bir ölkəyə düşəndən sonra bu uşaqların çoxsu olaraq ola bilsin ki, depressiyaya düşəcəklər, bilmirlər necə yaşasınlar, onlar yalnız oxumağı bacarırlar. Ona görə biz də bu tərəfdən, biz sırf olaraq Azərbaycanda belə bir tendensiya oldu, biz Koreya və Çin üsulu ilə getdik, nəinki Avropa üsulu. Koreya və Çin üsulu nədən ibarətdir ki, sırf olaraq uşaqları 10-cu, 11-ci siniflərdə, istəyir 9-cu siniflərdə testlərə hazırlayırlar.
Yalnız test sistemidir. Test sistemidir, imtahan sistemidir. Sən imtahandan ən yüksək bal toplamalısan və s. və s. Və fərqli olaraq fərqli bacarıqları biz vermirik. Koreya və hətta Çin sistemi. Avropa sistemində isə bu biraz fərqlidir. İstər Avropa sistemi, istər. Birincisi olaraq onlarda 12 il oxuyursan. Məktəbdə 12 il oxuyursan, 6 yaşda, 7 yaşda gedirsən məktəbə və 12 il oxuyandan sonra və sən məktəbi qutaranda artıq sənin 18-19 yaşın olur. Biraz böyük olsun. Nəinki 17-16 yaşda Azərbaycanda. Eyni zamanda da sizin axırıncı 2 il ərzində siz oturub testlərə hazırlaşmırsınız. Siz yenə də dərs oxuyursunuz. Amma burada çoxsuluq dərs oxumaqla sizə bacarıqlar verirlər. Bu bacarıqları verəndə də siz ən azı hazırlaşırsınız ki, gələcəkdə həyatda mən nə etmək istəyirəm. Hətta məsələn İsveçdə biz bir neçə dəfə bizdən xahiş eləmişdilər ki, biz kömək eləyək İsveç universitetlərinə girməyə. İsveç universiteti dedi ki, biz istəyərdik ki, sizdə uşağınız məktəbi qutarandan sonra 1 il gap year götürsün. Gap year getsin nəsə istəyir, nə ürəyi nə istəyir eləsin. Məsələn biz Lund Universiteti var idi, Melbourne Universiteti var idi. İstəyirdik ki, məsələn uşağı oraya yolla. Dedi ki, biz dərhal məktəbi qutaran uşağı istəmirik götürək. Birincisi sizdə 11 illik idi. İstəyirdik ki, 1 il getsin hardasa nəsə bir şey eləsin. Sonra sənədləri veririk ki, uşaq özü başa düşsün ki, nə etmək istəyir. Bu mənə qəbul edirəm. Ona görə 18 yaşdan məsələn Macaristanda bu gün deyir ki, yaxşı olardı ki, siz universitetə gələndə 18 yaşınız olsun. Nəyə görə ki, başa düşəsiniz ki, siz nə etmək istəyirsiniz həyatınızda. Nəinki dərhal məktəbdən gələsiniz öz universitetinizə. Və ona görə burada ən böyük problem ondan ibarətdir ki, uşaqlar bilmirlər nə istəyirlər. Valideynlər istəyirlər ki, uşaqları böyüsün, yaxşı universitetə getsinlər və burada böyük problem yaranır ondan ibarət. Burada ən böyük problem ondan ibarətdir ki, uşaqlar oxuyub, hətta oxusalar, hər şey yaxşı olsa, qayıdandan sonra onlar bilmirlər nə etsinlər həyatında. Universitet, mən bir neçə dəfə də demişəm, oxumaq bu universitetdə oxumaq. Bu birincisi olaraq tədris almaq deyil. Biz universitetə gedirik, tədris almaq üçün getmirik, təhsil almaq üçün getmirik. Biz universitetə birincisi olaraq gedirik tərbiyə almağa. Və biz bu gün öz uşağımızı istəyirsə yollamaq, istəyir Macaristana, istəyir Amerikaya, istəyir Polşaya da hansı ölkəyə, biz yalnız o tədrisin sisteminə göndərmirik ki, getsin məsələn mühəndis qayıtsın, nə də IT-şnik qayıtsın, nə də kimsə qayıtsın. Biz birincisi istəyirik ki, oranın mühitini başa düşsün. Oranın yaxşı mənada tərbiyəsini başa düşsün və qaydanda artıq beyni açıq qayıtsın. Universitetdə siz maksimum 30% alacaqsınız istədiyinizi. 70% siz cəmiyyətdən alacaqsınız. Elə bil ki, siz deyirsiniz necə o belə çıxır. Biz haçansa Türkiyəyə kimsə gedir, 5 ulduzlu oteldə qalır orada, dənizin qırağında 2 həftə, sonra qayıdır deyir ki, mən Türkiyədə olmuşam. Mən Türkiyəni tanıyıram. Yəni ki, oteldən çıxmamaqla şərtinə siz deyirsiniz ki, mən Türkiyədə olmuşam. Bu düzgün deyil. Eyni şeydir. Gedib universitetdə hansısa bir xarici ölkədə oxuyursunuzsa, siz o ölkənin istəyir mədəniyyəti, istəyir tarixini, istəyir hər şeyini bilməlisiniz. Və bunu sizə 10-cu, 11-ci sinifdə məktəbdə verməlidirlər. Sizi hazırlamalıdırlar buna. İngilis dilində belə yaxşı söz var, curiosity, rusca любознательность. Yəni Azərbaycanca hələ bu sözü tapa bilməmişəm. Maraqlanmaq, hər şeylə maraqlanmalısınız. Yenə deyim, 30% siz universitetdən götürürsünüz, qiymət alacaqsınız və s. Amma 70% siz götürürsünüz çoxsu olaraq cəmiyyətdən. Və ona görə də bu gün bizdə bu problem ən böyük problemlərdən biridir. Bizə məsələn istəyir valideynlər yaxınlaşsın, istəyir tələbələr yaxınlaşsın. Onlar bunu fikirləşmirlər ki, mən artıq uşağımı xaricə yollamaq istəyirəmsə, mən 10-cu, 11-ci sinifdən bu ilə hazırlaşmalıyam və buna yalnız akademik bacarıqları verməli deyiləm. Mən buna insan bacarıqları verməliyəm. Və burada çox gözəl bacarıqlar vardır. Bu da analitik qabiliyyəti olmalıdır. Yəni bizdə bilirsiniz necə, bizdə çoxsu olaraq testlərə hazırlaşır. İstəyir SAT-ın testidir, istəyir IELTS-ın testi, istəyir DİM-in imtahanıdır. Çoxsu olaraq biz testə hazırlaşırıq. Bilikləri doldururuq beynimizə. Amma mən necə pul saymalıyam? Mən bunu bilmirəm. Mən necə pul xərcləməliyəm? Mən bunu bilmirəm. Məsələn, bizdə çox Azərbaycanlılar ən böyük problemləri odur ki, biz pul xərcləyə bilmirik. Biz bilmirik, biz əlimizdə pul düşən ki, biz uşağa 17 yaşda, 18 yaşda pul versən, gedir bir ayda xərcləyir, sonra gəlir valideynə deyir ki, mən bütün pulumu xərcləmişəm. Nəyə görə? Bunu artıq 10-cu, 11-ci sinifdə, bəlkə də 8-ci, 7-ci sinifdə biz bunu öyrənməliyik ki, necə pul xərcləməlidir. Ona görə ki, xaricə gedir, pul xərcləyə bilmir. Mən bunu öyrətməliyəm ki, necə insanlarla danışmaq lazımdır. Bu birincisi olaraq. Biz hamımız yalnız Azərbaycanlılar da ətrafımızda. Biz
bizim bir-birimizin kodunu bilirik də. Yəni ki, mən bunu desəm, bu bunu belə başa düşər. Amma mən heç vaxt məsələn amerikanlı ilə oturub ya da ki, ingilislə danışa bilməmişəm və xaricə düşəndə birincisi mən mədəniyyət şoku keçirdirəm. Mən dediyimi sözü düzgün başa düşmürlər. Ona görə mən burada buna kommunikasiya bacarıqları verirəm. Mən bizim valideynlərimiz bunu vermirlər. Kommunikasiya bacarığı vermirəm. Mən bunu prezentasiya bacarığı vermirəm. Cəmaətin yanında utanmasın, danışa bilsin. Mən buna eyni zamanda analitik qabiliyyəti vermirəm. Eyni zamanda emosional zəkanı mən bunu vermirəm. Emosional zəka o deməkdir ki, mən gələcək universitetində istəyir əlil insanla yaşaya biləcəm, istəyir qara insanla yaşaya biləcəm, istəyir Çindən yaşayacağam. Mən başa düşməliyəm ki, rasizm nədir? Mən başa düşməliyəm ki, qadına qarşı necə rəftar eləmək lazımdır, kişi olsam və s. Mən bunu öyrətmirlər mənə heç nə. Və ona görə gedən kimi ora mən mədəni şoka düşürəm, ya bağlanıram tələbə kimi, ya da depressiya düşürəm ki, mənə heç kəs nə dostluq eləmək istəyir, nə bir şey eləmək istəyir və ona görə çoxsu olaraq mənim uğurum da aşağı düşür. Və hətta 4 il oxusam da, 6 il oxusam da, Azərbaycana qayıtsam elə bil ki, mən Türkiyənin atelində qalmışam. Öz ətrafımda, ətrafım yalnız azərbaycanlılardır, kim ki məni başa düşürlər, mən artıq cəmiyyətə çıxmamışam və onda belə çıxır ki, mən nə üçün xaricə yollamışam. Və yenə də bizim valideynlərimizin əsas məqsədi odur ki, uşağım getsin oxusun, diplomunu gətirsin. İnkişaf necə oldu? Bu mənə maraqlandırır. Mənə diplom lazımdır. Mənə bu fetiş lazımdır. Mənə bu göz muncuğu lazımdır ki, mənə qaytarsın və bilim ki, mənim uşağım xaricdə oxuyub. Halbuki necə uşağı yetişdirmək lazımdır? Sonra isə problem yaşanır. Uşaq gəlir ora, məsələn, 4 ildən sonra bilmir necə iş axtarmaq lazımdır. Uşaq bilmir necə insanlarla rəftar etmək lazımdır. Kommunikasiyası olmur. Uşaq bilmir ki, necə pul xərcləmək lazımdır. Və s. axı saxlayıblar onu orada. Və ona görə də mənim fikrimcə, biz buna artıq 10-cu, 11-ci sinifdən, bəlkə də ondan da tez uşaqları belə tərbiyə verməliyik ki, xaricə hazırlayırıqsa onları. Burada onları ingiliscə deyək ki, survival skills, yəni ki, o bacarıqları verməliyik ki, xarici hansı bir ölkəyə getsə, fərqli yoxdur. İstər Argentina düşsün, istər Kolumbiya düşsün, istər Afrika hansı bir ölkəsindəsə, hər bir ölkədə, hər bir cəmiyyətdə baş çıxarda bilsin. Amma bizim bugün yendim ki, yanaşmamız odur ki, ta ki getsin. Ta ki getsin, biz şirkətlərlə işləyirik, şirkətlər kömək edirlər bizə getməyə xaricə, məsələn, o universitetə, bu universitetə, məsələn, pul ödəyirik və s. və s. Bu təbii prosesdir. Bu da normal prosesdir. Sadəcə valideynləri həmişə bilməlidirlər ki, yəni mən öz uşağımı oxumağa nə üçün yollayım? Bəlkə heç oxumağa xaricə yollamayım, Azərbaycanda qalsın. Bəlkə bu hələm çatmayıb o yaşa ki, getsin xaricdə, bəlkə 4 il ərzində burada oxusun, başa düşsün, dərk eləsin, sonra təzədən getsin oxumağa.